sevgiliniz var, böyle bir şey yazıram. O da buyur yazıb. Promoya dedim ki, yəni sevgiliniz var. Herkes salam, kanalımıza, videomuza xoş gəlmisiniz. Başlıqda gördüyünüz kimi bugün gizlicə bir video ilə qarşınızdayım. Dostuma qız adı ilə Instagramda yazacağam. Yəni qız hesabı açıb. Videoda qurma nəsə yoxdur. İzləyin, like atın, bol like gəlsin, şərh gəlsin, video partlasın qısa konkret. İzləyək görək dostuma nələr yazmışam. Hamısını ekran qeyd eləmişəm. Şimdi sizlərə təqdim edəcəm. İlk öncə fake hesablar, yəni profil falan yoxdur, saxtadır. Ancaq ki şübhəli görünürdü, yəni. Buna salam yazıram. Səhifəsinə yazıram. Salam, zəhmət olmasa direktdə baxarsız yazıram. DM-ya, yəni şəxsiyə baxarsız deyirəm. DM nədir? Direkt nədir? Aləmi qarışdırmışam. Baxa bilərsiniz. Belə mədəni formada yazıram da. Əslində özüm mədəni deyiləm. Belə özümü qız kimi aparıram burada ki, inandırım da bunu. Görsən bana. Çox gözlədim. Direktdə baxmadı. 1-2 gün gözlədim. Direktdə baxmadı, yəni ümumiyyətlə. Yarabbim artık yani yoruldum artık. Mən də buna hazır takip falan atmışam. Öz 2-3 dənə səhifə takip edirəm. Tək bunu eləsəydim biləcəkdi ki, ya mənəm, ya dostlarından falandır. Qayıdıb mənə cavab yazır. Salam, buyurun. Mən də yazmışam ki, necəsiz? Yazıb ki, sağ olun, yaxşıyam, kimi idiniz? Bu da bana mədəni formada yazıb. Deyəsən bilmir ki, mənəm falan. Ümumiyyətlə yəni tema tutmur. İzləyək, baxa görün nələr baş verir. Qayıdıb yazıram ki, mən sizi kollecdə görmüşəm. Səhifəni də elə eləmişəm ki, kollec falan yazmışam. Haqqında elə şeylər yazmışam ki, bioqrafında güya almışdı. Kollec tələbəsiyəm, qızam. Aha baxdı. Görək nə yazacaq. Yazıb ki, aha, çox mədəni oldu bu. Bax dostuma adım Miri, yəni Şahmirzədir. Yazmışam ki, adınız Şahmirzədir. Sual falan verirəm belə. Çox maraqlı gəlir ki, nə deyəcək. Hə, böyük hərflərlə falan nə məsələdir öncə. Yavaş-yavaş yaxınlaşır mənə. Nə lazımdır? Ciddi rejimə aktiv elədi o şey. Fikirləşirəm ki, bunu görəsən nə yazım mən? Sizdən bir söz soruşa bilərəm yazıram. Soruşa bilərəm. Saxıncası yoxdursa, saxınca nə da la? Nə eləmişəm oğlum? Elə öz dilimdə yazmışam. Biləcək ki, mənəm. Sevgiliniz var, belə bir şey yazıram. Özü də buyur yazıb. Promoya dedim ki, yəni sevgiliniz var. Görəsən nə yazacaq? Çox maraqlı gəlirdi mənə. Uzun bir şey yazır ha. Fake hesab açın, mənlə mırtdaşırsınız. Tutur temanı. Başıma dönüm kimsənsə. Xeyr, sadəcə soruşdum. Nə yazacağımı belə bilmirdim, yəni. Mənə belə şeylər gir. Yazığı o qədər belə şeylər eləyiblər ki, bizə daha təsir də eləmir ha. Hə, var. İtlər də imkan vermir video çəkək. Dayanında 5 dəqiqə. Video çəkirik ya qaqa. Başımıza dönərəm. Bilirsənsə fake'dir. Niyə tez cavab verirsən? Nə maraqlıdır, at bloka. Amma cavab vermədiniz falan belə çox mədəni. Görəsən nə yazacaq, mənə çox maraqlı gəlir. Hə, yaxşı. Bilir ki, ortada nəsə var. Nə yazacağımı düşünürəm. Sizin yaş neçədir? Görüldü. Fikirləşək ki, görəsən nə deyim mən buna. Sənə nə lazımdır? Bilir dostlar. Burası mən olduğumu bilmir. Bilir ki, fake'dir. Buna görə fake kimi görünür. Bu qədər kobud olmağa dəyməz. Bu sözləri hamısını chat-GPT-dən öyrənmişəm. Mən belə sözlər bilən adam deyiləm. Fikrim var idi ki, dostlar. Bunu aldadım. Qoy gül falan gətirsin, məndən görsün ki, mənəm də, yəni. Gic olar. Fake hesabdan mırtdaşmağa dəyməz. Şimdi dava gedir, yəni. Dava rejimini aktiv elədik. Mən mırtdaşmıram. Mən də sərtləşdirdim biraz ki, görəsən nə deyəcək, sizi də az da olsa tanıyıram. Özü ilə fəxr edir, orada deyir ki, mənə tanıyan var. Söz tapmır yazmağa. Yo, yazır. Hələ əsas söhbətlər qabaqdadır. Yox nənəm, mən mırtdaşmıram, yox nənəm. O nə demək deyə? Bunu başa açır deyəsə, yazmışam mən mırtdaşmıram, yazım yox nənəm. İstədim nəsə yazım, burada yazmadım da. Nənəyə aid nəsə yazacaqdım. Çox mədəni, çox romantik yazmışam. Yaz qutar, oynama. Dostum, bilmirəm kimsən, vallah belə şeylər mənə keçmir. Dostunuz deyiləm də. Yəni ki, belə yazıram ki, ümumiyyətlə söhbəti fırlatım da, yəni məqsədim odur. Yaxşı, gedişinlə məşğul ol. Bu arada mən olduğumu bilmir ha, ancaq fake olduğunu tutdu. Sən hansı qrupsan? Bax. Demişəm kollecdə oxuyuram, hansı qrup olduğumu soruşur. Yəni ki,
50-50-dir. Həm inanır, həm inanmır. Bu uşağın vəziyyəti budur bir dəqiqə. Çox maraqlı gəlir ki, mənə nələr yazacaq. Aqrar 2A yazmışam. Özümüz yəni Aqrar 2B-yi mən Aqrar 2A yazdım. Düşünmədən yazıram nə yazıramsa. Dostlar, mənə səhifəmin şəklini skrin eləyib atdı ki, bax, biyomda 1-3 yazmışam. Yəni birinci 3 kursdan ibarət kollec. Mən 1-3 yazmışam. Yəni ki, birinci kursam. Burada o yüzden yandırdım yəni. Burada pis oldu. Düşünmədən yazdım deyə. İndi fikirləşirəm ki, mən buna nə yazdım görəsən. 3-1 baba. Bu uşaq başdan əməlli başlı. Belə şeyləri bilirdi yəni. Başdan əməlli başlı necə deyim? Başdan nə olsun bu? Başdan inspektordur. Yox, inspektor nədir olar? Professor, həm də başdan tossoran deyəcəkdim. Başdan professordur. Professor. Yəni ki, bilir belə şeyləri, halaldır. Çalış dərsi də biraz bil. Onu səhvən yazmışam. Sadəcə burada yəni peşman oldum da belə yazdığıma görə. Aqrar 2A yazdığıma görə. Keş Aqrar 1A falan yazaydım. Bu özə qruza falan düşdü. Hə, lap yaxşı. Özə bilir yəni, elə belə o mənlə mırtdaşır yəni. Burada elə bir vəziyyətdir. Siz həmişə güzgü tərəfə gedirsiniz. Kollecdə yəni 3-cü mərtəbədə güzgü tərəf var. Dostum da bilirəm, həmişə mənə oralara gedirik. Orada yəni görürəm bunu. Mənə olur. Görürəm bunu. Nəysə, çox şey qabaqcadan planlaşdırmamışam. Görək nə yazacaq bu. Aqrar 2 ay günorta simədir. Necə görə bilərsən sən məni? Mən səhər simeniyəm. Mən də bir tema fikirləşib yazacağam yəni. Alt qrup. Get Taytuşunla oyna bala. Bu uşaq əməlli başlı professordur. Gez görürəm. Alt qrup ancaq birlərlə otura bilərsən. Nə olsun, birlərlə otururam, yəni yuxarı çıxıb səni görməyə gələ bilərəm də. Bilirsən ki, sevgi cinsə baxmır. Görsən bana. Birlərlə otururam, bəli, amma sizi görməmək üçün səbəb deyil. O, zor yazmışam amma, zor yazmışam. Məndən belə sözlər çıxmaz. İkinci kurs yazıb, ikilərlə otura bilməz. Olmağına burada nəsə düz deyir ha bəzən. Sən qəbul olmusan. Hər şey soruşur. Bazı tanış oluruq yəni. Qəbul edim yadda qalmayıb. Burada bilmirəm nə deyim. Buna görə belə bir şey yazıram. Tam olaraq bilmirəm yəni. Hansı qrupla oturursan? Hər şey soruşur. Hər şey soruşur. Hə, yaxşı sağ ol. Baba söz çəkir ha məndən amma. Arabaya necə yazmışdım? Mən saxıncası yoxdur. Saxınca nə da? Sıxıntı yaz da. Bu düşdü uca qruza. Bu nəsə hoqqa çıxarır ha. Çox gözləyirəm. Amma bunu mən elə çox gözləməliyəm səni. Yaz qutarda görüm. Bəlkə sevgili oluruq. Görsən bana. Zarafatı qoya bir qırağa. Giz eləyəcəm bunu. Mən çox gözləyəcəm. Blok attı. Dostlar, mənə blok attı. Oy ya. Mən də gözləyirəm ki, yazdığımı cavab versin. Nəysə, dostumu aldata bilmədim. Görüşümüz baş tutmadı. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Buraya qədər izləyənlərə təşəkkürlərimi bildirirəm. Dostum, Mirzə, sən də əgər bu videoya baxırsansa üzrlü sayəni belə bir şey eləmişəm. Bilirsən ki, mən normalda belə şey eləmirəm. Sadəcə ağlıma belə bir video fikri hardan batdı bilmirəm. Yatdım, durdum, ağlıma belə bir video fikri gəldi. Mən də çəkdim yəni. Belə videolar ala. Dostumu qız adı ilə yazdım. Dostumla sevgili oldum özüm. Həqiqətən də yəni fikirləşirəm ki, əgər tanış falan ola bilsəydik, mən biraz elə qəribə davrandım da orada. Çox şeyi qabaqcadan planlaşdırmamışam. Yəni planlaşdırmışam belə səhifə falan, amma ki çox şey planlaşdırmamışam. Durub deyirəm, bioqrafda yazmışam 1-ci kurs haqqımda bölməsində. Durub deyirəm ki 2-ci kursam, orada öcə tam bildi və blok elədi. Biraz danışdı, söz falan çəkdi, məndən blok elədi. Nəysə, razı olsaydı əgər gül falan alardı mənim üçün, hədiyyə falan. Biraz istifadə edərdim, kontur falan deyərdim, atardı mənə. Yox, zarafat edirəm, elə bir şey etməzdim. Yəni deyəcəydim zamanla, ya da özü bu videoda görəcəkdi. Hələ də mən olduğumu bilmir, bu videodan mı öyrəndi? Sağ olun, sevilirsiniz.